Boşanmaq ərəfəsində olan və boşanmış tərəflər ekrana yaxın əyləşin. Sizə bir xəbərim var və bilirəm ki, bu xəbər çoxlarının ürəyinə su sərpəcək. Azərbaycan Respublikasının Ali Məhkəməsi çox gözəl və ali bir qayda, qanun qəbul edib. Qətiyyən boşanmanın tərəfdarı deyiləm, məsələni başqa yerə yozmayın, amma bu heç kəs heç nədən sığortalanmayıb, adi bir haldır. Məsələ boşanandan sonradır, dərd ondan sonradır. Bilirsiniz, qadınlar xüsusilə, bir qadın olsam da mütləq bunu qeyd eləməliyəm. Qadınlar hər zaman boşandıqda öz uşaqlarını bir silah kimi istifadə edirlər və sanki qisas almağa çalışırlar. Uşağı ataya göstərməməklə. Nə dərəcədə düzgündür? Düzgün deyil təbii ki. Bu heç də doğru və yaxşı bir hərəkət deyil, əziz həmcinslərim. Və uzatmadan keçmək istəyirəm xəbərə. Deməli, Azərbaycan Respublikasının Ali Məhkəməsi valideyn və uşaqların şəxsiyyət hüquqlarının pozulması hallarında mənəvi zərərin tələb oluna biləcəyini açıqlayıb. Məlumata görə, uşaqla ünsiyyətin məhdudlaşdırılması hüquqlarından sui-istifadə və digər pozuntular mənəvi zərərə səbəb sayılır. Belə hallarda zərər çəkən tərəf məhkəməyə müraciət edərək kompensasiya tələb edə bilər. Yəni, sən uşağı ataya göstərməsən, atanın tam hüququ var ki, məhkəməyə müraciət eləsin. Heç vaxt bunu eləmə. Eyni zamanda qeyd olunub ki, alimentin ödənilməməsi birbaşa mənəvi zərər sayılmır. Lakin uşağın hüquqlarına təsir edərsə, bu əsasla iddia qaldırıla bilər. Yəni, aliment ödəməmək bu mənəvi zərər deyil. Uşaq pulu neynir? Uşaq atanı istəyir, ona ata lazımdır. Atanı görməlidir. Bəlkə də sən onu icazə versən ata ilə görüşməyə, o gedib atası ilə çox gözəl vaxt keçirər və pulu tələb eləsən, alimenti tələb eləsən, o pulun hardan gəlib hara getdiyini də bilməyəcək. Düzü, aliment lazımdır, mütləqdir. İndiki zamanədə maddi cəhətdən bir ananın ehtiyacı var uşağını böyütmək üçün, amma aliment heç bir atanın varlığını əvəz etmir. Pul atanın varlığını əvəz etməz. Yəni, bu qanun ona görədir ki, alimentin ödənilməməsi, gecikdirilməsi mənəvi zərər deyil. Yəni, ata aparıb uşağını gəzdirə bilər, onunla çox gözəl vaxt keçirə bilər. Bu, uşağın zehniyyəti üçün, şəxsiyyəti üçün çox gözəl bir şeydir. Amma alimenti ödəməsə, bunda heç bir qəbahət yoxdur. Yəni, gecikdirsə və yaxud da bu mənəvi zərər sayılmır. Nəinki siz uşağı atadan ayırırsınız, onu göstərmirsiniz, ondan bir silah kimi istifadə edirsiniz. Qanun belə deyir, mən demirəm.